Salam dostlar. Bugün növbəti buraxılışımızda sizi nə ilə tanış edəcəm? Deməli, yadınızdadırsa, əvvəlki buraxılışlarımda, ikinci ya üçüncü buraxılışlarımdadır bu. Deməli, demişdim ki, Filadelfiya barəsində sizə danışacağım. Filadelfiyanın nə qədər önəmli, Pensilvaniyanın, xüsusən də Filadelfiya şəhərinin nə qədər önəmli bir şəhər olduğunu sizə deyəcəm bu haqda. Bugün həmən o gündür. Bugün həm də Amerika tarixi üçün çox mühüm bir gündür. Bu barədə sizə danışacağım. Nə günüdür bugün? Bugün 14'üdür, iyun ayının 14'ü. Nə günüdür onu sizə göstərəcəm. İndi şəhərə gedirəm hal-hazırda. Şəhərə çatım, sizə şəhərdən görüntülər verəcəm və bu haqda danışacağım ki, Filadelfiya niyə önəmli rol oynayır Amerika üçün və niyə çox dəyərli ştatlardan biridir. Deməli, bəzilərinizdə sual yaranır ki, bu nişan nədir? Bu, bir-iki nəfər düz yazmışdı bunun barəsində ki, bəli, bu Qobustan qayalarındakı şəkillərlə əlaqəlidir və təkcə onunla əlaqəlidir. Bu, mənim burada çalışdığım şirkətin də logosudur. Onun barəsində də sizə məlumat verəcəm. Mənim sıfırdan çalışdığım şirkətin logosudur. Logo deyəndə ki, belə bir şəkildir, həm də logo kimidir. Onun barəsində də sizə məlumat verəcəm, amma o bu videoda deyil. O sonraki videolardadır inşallah, görəcəksiniz onu. Hələlik gedək şəhərə, çataq. Çoxdandır şəhəri gəzmirəm. Bugün şans düşdü əlimə. Bugünkü bayram günü və gözəl hava. Bilirəm ki, şəhərdə insanlar çoxdur. Ona görə istəyirəm bugünü şəhərdə gəzəm, görəm və sizə də göstərəm. Filadelfiyanı bilmirəm, Amerikadakılar necə sevir. Amerikada, Filadelfiyada yaşayan Azərbaycanlılar bilmirəm necə sevir, amma mən Filadelfiyanı xüsusən sevirəm. Çünki mənə bu üçü birində bir ştatdır, şəhərdir mənim üçün. Niyə? Çünki burada həm Azərbaycan var, həm Lənkəran var, həm Bakı var, həm Amerika var. 3 olmadı, 4 oldu. Amma yenə də ona görə buranı çox sevirəm. Düşünürəm ki, burada yaşayan adamlar bunun o qədər də fərqində deyil, amma mən üçün bura çox dəyərli bir yerdir. Ona görə istəyirəm sizə də bu yerin, şəhər mərkəzin, əslində rahatdır, Google-da search verib görə bilərsiniz, amma mən istəyirəm ki, sizə göstərim necə şəhərdir, necə yerdir. İnsanları çox istiqanlıdır, bu arada deyim. Çox mehribandırlar, çox yaxşı insanları var. Eynən bizim Lənkəran cəmaatı kimi, Azərbaycan cəmaatı kimi. Məndən həmişə soruşurlar insanlar ki, bəs necədir? Mən həmişə vurğulayanda Azərbaycanı birinci bunu deyirəm ki, insanları mehribandır. İnsanları dostcanlıdır, qonaqpərvərdir. Bizim millətin bir müsbət xüsusiyyətidir. Amerikada da, Filadelfiya ştatında, xüsusən Filadelfiya ştatında mən bunu hiss eləmişəm. Bəlkə başqa yerlərdə də var, ola bilər, başqa yerlərdə də daha pozitivdir, amma burada mənim bu daha çox xoşuma gəlir. Bir 4-5 ştat gəzmişəm. Bəzilərində 1-2 həftə olmuşam, amma ən çox yaşadığım yer buradır. Bəlkə ona görə buranı çox sevirəm. Həm də mənə çox doğmadı. Mənim öz vətənim kimidir. Yəni vətənim kimi yox, mən bura öz vətənim deyə bilərəm. Çünki mənim vətənimdir. Mən burada özümü çox xoşbəxt hiss edirəm. Gedək, göstərim sizə şəhəri, görün. Şəhər mərkəzini göstərəcəm. Bütün şəhəri göstərməyə vaxtım çatmaz. Ürək sıxıcı olar siz üçün də. Ona görə şəhər mərkəzini göstərəcəm. Bu şerifdir. Şerifin dəstəsidir. Bunlara yol verməlisən. Yol verməmək böyük bir problemdir. Deməli, qabaqda gedən dəstə şerifin dəstəsidir. Onlar tədbirlə bağlı şəhərə girirlər. Şəhərdə təhlükəsizliklə bağlı vəziyyətə nəzarət eləmək üçün orada
Bir çoxu şerifin maşınıdır və köməkçi maşınları idi. Tibbi xidmət, bu tip şeylər. Yenə də bu ay 95-də üzü şəhərə probkadır. 30 ildir Yaşar Usta deyir ki, 35 ildir mən Filadelfiyada yaşayıram. 30 ildir bu yolda təmir gedir, bitmir də deyir. Düşünürəm ki, bu kadrlardan yavaş-yavaş başa düşəcəksiniz ki, bu gün nə bayramıdır. Qabaqda görürsünüz, Amerika bayrağı asılıb, krandan asıblar. Burada adətən belə edirlər, krandan asılar. Çox Amerikada bayrağa bağlılıq çoxdur, patriotizm burada çoxdur deyə. Burada bu tip şeylərə çox rast gəlirsən. Bu trasda həmişə nəysə bir qəza var da. Hər gün, hər neçə bir 5-6 saatdan bir burada mütləq nəysə bir qəza var. Qəzasız buranın günün keçmir də. O qəzada Prius da iştirak eləyir. Budur. Burada göstərmək istəyirəm ki, körpülərə baxın. Baxın, körpülər necə dəmir konstruksiya ilə tikilir. Azərbaycandakı kimi betonu tökmürlər ora. Dəmir konstruksiyanın həm təmiri rahat başa gəlir, həm yenidən qurması rahat başa gəlir. Yəni betonu söküb təzədən yenə beton tökmək lazımdır. Dəmir konstruksiyanı sökürlər, yenisini qururlar. Əgər koroziya oldusa, çürümə oldusa, həmin hissə sökülür, yenidən qurulur. Bu qədər rahat və asandır. Şəhərə çatırıq, az qalıb. Amma şəhərə çatmamışda da yolun solunda və sağında görürsünüz, bütün yol boyu ancaq orada lövhələr var, billboardlar var ki, orada yazılıb Ponlehotski. Onlar hamısı işdə qəza, yolda qəza, istənilən vəkil xidmətləri, sığortadan sənin vəkilin pul alması, bu tip şeylər hamısı baxın görürsünüz sağda solda ancaq bu mövzulardır. Və şəhərin girişində belə bir şey var. Keçim o biri xəttə. Onu göstərim. Görürsünüz orada loteriya neçə milyon yazılıb orada. 269 milyon və 430 milyon. Ölkə böyük oldu, əhali böyük oldu. Loteriyada belə olur da, böyük olur. Bura şəhərin girəcəyidir. Bunu o biri videolarda da göstərmişdim sizə. İndi FIFA World Cup. Bu arada burada onu da deyimsə burada FIFA'nın oyunları var. Dünya çempionatının burada oyunları var. Filadelfiyada sağ tərəfdə görürsünüz bina, Carvana'nın binasıdır. Maşın satan şirkət. Bu yol sol tərəf gedir Filadelfiyanın mərkəzinə. Filadelfiyanın girişi, yəni şəhərin girişidir. Filadelfiya şəhərinin girişi. Buradan keçəcəyik o biri xəttə. O qədər burada maşın sürmüşəm ki, elə bilirəm ki, Lənkəran küçələrində maşın sürürəm. O qədər rahatdır mənə. Şəhərə girdik. Bu yol gedir düz City Hall-a. City Hall, Independence Hall, City Hall şəhər mərkəzinin binasıdır. Meriyanın binasıdır. Sizə göstərəcəm indi oranı. Daha doğrusu oyanları hamısını gəzib göstərəcəm. Sadəcə burada istəyirdim ki, belə görəsiz də. Bura Filadelfiya şəhərinin mərkəzidir. Burada maksimum sərnişin deyirəm, piyadalara, velosiped sürücülərinə maksimum icazə verirsən. Çalışmalısan ki, onları əzməyəsən də. Yəni maşın yolunda gedir də sən heç nə eləmirsən, sakit qalırsan.
Sol tərəfdə City Hall'dur, meriyanın binasıdır. Bayaq sizə dediyim həmin şerifin dəstəsi buradadılar onlar. Gəliblər burada çünki həm futbolla bağlı əhali çoxdur, başqa ölkələrdən gələnlər çoxdur. Görürsüz, Kolumbiyalılar bunlar futbola görə gəliblər bura. Bura South Broad Street'dir. Yox, Market Street'dir bura. Burada şəhərin mərkəzidir, mərkəzi küçəsidir. Sağda solda hamısı turistlərdir, gəliblər gəzməyə, futbola bağlı. Futbola baxmaq üçün daha doğrusu. Dostlar, gördüyünüz kimi Filadelfiyanın mərkəzində hal-hazırda bu Independence Hall adlanır. Nə mənaya gəlir bu? İndi sizə bunu deyəcəyəm. Burada gördüyünüz kimi şəhərin mərkəzi binalarıdır. Burada bir mərkəzi bankdır. Onun o tərəfində FBI-in binasıdır və burada Independence Hall yerləşir. Burada balaca bir hərbiçilərdən bağlı qurumdur, dəstədir, belə deyim. Futbola azarkeşlik eləməyə gələnlər. İndi sizə bu Independence Hall və Philadelphia niyə önəmlidir Amerika tarixində onu danışacağım. Bugün sizi Philadelphia'nın mərkəzindən salamlayıram. Külək həmişə kimi kadrımı yellədir biraz. Amma bu təbii məsələdir. Bugün Amerikada önəmli gündür. Bugün iyun ayının 14-ü, deməli Amerikanın müstəqillik günüdür. Yəni ki, müstəqillik bəyannaməsinin imzalanması günüdür. 14 iyun arxamda gördüyünüz bu Konqres mərkəzində Amerikanın müstəqillik bəyannaməsi imzalanıb. Arxamda gördüyünüz bu mərkəzdə birinci səfər Amerikanın azad olması ilə, müstəqil olması ilə bağlı sənəd imzalanıb. Bura Independence Hall adlanır. Burada deməli əsasən başçılıq Thomas Jefferson'ın və Benjamin Franklin'in, o birisi üçüncüsü yadımdan çıxıb adı. Onu da qeyd edəcəm. Bunların üçünü də şəklim burada aşağıda görəcəksiniz. Thomas Jefferson'dır, Benjamin Franklin'dir. Benjamin Franklin bu hadisədən sonra birinci prezident olub. Thomas Jefferson da orduda böyük sərkərdə olub. Deməli bu arxamda gördüyünüz həmin bu binada bu aktı imzalayıblar. Akt nədən ibarətdir? Amerikanın İngiltərə koloniyasından çıxması ilə bağlıdır. Deməli 1776-cı ildə bunu imzalayıblar və bunu imzaladıqlarına görə 1775-ci ildən 1783-cü ilə qədər davalar gedib də. Bunlar hələ azadlığına görə dava ediblər, müstəqilliklərinə görə hələ dava ediblər. Sonra bu koloniyalar birləşib və bu İngiltərə əsarətindən qurtarmaq üçün təbii ki, Fransanın köməkliyi ilə azadlıq əldə ediblər və bu gün onun 250 illiyidir. Bu gün 14 iyun bunun 250 illiyidir və nəzərə alın ki, buna gəlib çatmaq üçün adamlar 250 il vaxt sərf ediblər. Yəni bugünkü Amerika, bugünkü azad Amerika, bildiyimiz, gördüyümüz, gözəl inkişaf eləmiş Amerikanı əldə eləmək üçün adamlar 2 əsr, 3 əsrə yaxın adamlar vaxt sərf ediblər və gördüyünüz kimi həmin bu 200 il onun azad olandan 100 il sonra elə təkcə Afro-Amerikalıların quldarlıq rejimindən azad olması çəkib. Təkcə 100 il buna gedib. Növbəti 100 il insanların hüquqlarına gedib. Burada indi rəsmi törən olacaq. Nəysə rəsmi tədbir olacaq. Sonra davam edəcəm. Gəlin bir yerdə onu izləyək.
Good afternoon, ladies and gentlemen. My name is David Gillespie, U.S. Army retired and Vice President. The Penn Franklin AUSA team celebrate the 251st birthday of our United States Army. Penn Franklin AUSA thanks our partners who helped make this event possible. The National Park Service, the National Constitution Center, the Philadelphia Flag Day Association, and the Pennsylvania Army National Guard. We have Lucas Ray, the 856 engineering company that are providing security at the end of Sesame Street. Since 1950, the Association of the United States Army has supported national security while advancing the interests of America's Army and the men and women who serve. AUSA is a non-profit, educational, and professional development association serving America's total Army, our soldiers, Army civilians, and their families, and our industry partners. Supporters of the strong national defense. AUSA advocates for the men and women of the United States Army, and by extension, all persons serving in the U.S. Armed Forces and their families. AUSA is open to everyone, whether you have a relationship with the U.S. Army or simply like to offer your support to our nation's soldiers. Community businesses and defense industry companies are also vital and contributing members of AUSA. Please consider joining our team today. Celebrate our nation's flag. And while the Army was born 2 years before our nation's flag, we always honor the colors first on the Army's birthday. And in all ceremonies, because the flag represents all that we hold sacred. Here, the citizens of our great nation, and is a symbol of hope, freedom, and democracy around the world. The flag we raised today was commissioned specifically by the Philadelphia Flag Day Association, the nation's oldest continually operating Flag Day Association. Here at Independence Hall every year, in honor of all who have displayed, carried, protected, and served under our veterans is Tiffany McKinney, an invocation by Reverend Colonel Karen Beaver with us today from Washington. İndi hamını ayağa durmağa çağırdı. Amerika bayrağı yüksələcək. Hamı buna görə üzü bayrağa tərəf dönüb qalacaq. Himn səslənir. Can you see by the dawn's early light what so proudly we hailed at the twilight's last gleaming, whose broad stripes and bright stars through the perilous fight o'er the ramparts we watched were so gallantly streaming, and the rockets' red glare, the bombs bursting in air, gave proof through the night that our flag was still there. Oh, say does that star-spangled banner yet wave o'er the land of the free and the home of the brave? Thank you, Tiffany, for another outstanding rendition. And now, Airborne Master Parachute. Vallahi sizi bilmirəm, məncə möhtəşəm bir gündür. Çox sevindim. Çox xoşuma gəldi. Heaven revealed. At the start and at the end, we declare this will defend. By your strength and by your grace, we pray peace may forever reside in this place. America's Army, the strength of the US of A. America's Army, may it always be to the nations a beacon. Let freedom ring, O God, from here where it started all, Christ Church and Independence Hall, with America's Army still rolling along. May boots on ground forever signal freedom we belong.
This we pray to the Holy One, be all honor and glory. And welcome to Independence Hall. I want to recognize and thank our partners and participants, United States Army, the Association of the United States Army, the Philadelphia Emerald Society Pipe Band, and all civic and military organizations joining us today. We are honored by your presence and your continued commitment to service. We gather in one of the most consequential places in the nation's history. It was here that the Declaration of Independence was debated and adopted in 1776. And here that the Constitution was written and signed in 1787. I need a loud, resounding hooah. Hooah? Ho! Hooah? Ho! All right, that's better. Now there's one other word I want you to learn today. I apologize if you already heard this from me today. But 250 years ago, our Continental soldiers weren't saying hooah. Can anybody tell me what they were saying? Huzzah! Huzzah! That's right. Huzzah! All right, give me a loud huzzah on three. 1, 2, 3. Huzzah! Huzzah! All right, good. Those are the two key words of the day for today. All right, hooah and huzzah. Thanks for being out here. I hope you can get a little bit of shade. We're excited to celebrate the Army's birthday. We have a great guest. Bu azadlığın göstəricisidir. Siz təsəvvür eləyin ki, adam burada danışır, prezident aparatının nümayəndəsidir, icra hakimiyyəti var burada, ordu generalı var burada. Adam burada danışır və mən və mənim kimi adamlar rahat formada, baxın burada, rahat hərəkət eləyirik. Sizcə niyə bu belədir? Sizcə niyə biz rahat hərəkət eləyirik? Bütün bunlar hamısı azadlığın, müstəqilliyin göstəricisidir. Yəni bir azad ölkənin, bir müstəqil ölkənin nə qədər azad, müstəqil ola biləcəyini sən ancaq bu formada görə bilərsən. Gördüyün kimi bu qədər insanlar var, bu qədər dövlət adamları var burada. Baxın dönürəm bu tərəfə. Bu tərəfdə baxın, bu tərəfimdə var polis var, arxada hərbi texnika var. Bu boyda şeylərin içində sən rahat formada qalıb və danışa bilirsən. Bu bir müstəqillik göstəricisidir. Çox istəyirəm ki, vaxt gəlsin və Azərbaycanda da bu formada olsun, müstəqil olsun. Bayaq kadrlarda gördünüz, orada uşaqlar oynayırdı. Adamlar danışır və uşaqlar orada oynayır. Bu heç kim uşağı qovmur oradan, uşağı çəkir oradan, ay bala belə şey. Heç kim bunu eləmir. Odur ki, Azərbaycana da belə azadlıq arzu edirəm. Bax burada yerdə yazılıb, Congress Hall, Independence Hall və Old City Hall. Həmin bu Independence Hall'da, bu nə oldu, məndən getdi kadro yana, yox buradayım. Həmin bu Independence Hall'da bu şeylər baş verib və bütün bu imzalanma burada baş verib. Amerikanın azadlığın və birləşməyin, yenə də baxın, bunu araşdırsaz görərsiniz ki, Amerikanın bu boyda əyalətləri birləşiblər və bu azadlığı əldə ediblər. Bunu əldə eləmək, yəni tək olmur, separate olmur. Yəni hərə, məsəl üçün də bizdə rayonlara ki bölünüblər, belə deyir, adamlar azadlığı əldə eləmək üçün 25-30 min adam şəhid veriblər. Yəni 1775-ci ildən 1783-cü ilə qədər adamlar dalaşıblar, döyüşüblər, qan töküblər və nəticədə bugünkü Amerikanı əldə ediblər. Yəni 250 ildən sonra, yəni belə deyim, son 50 ildə Amerika başlayıb daha çox müstəqil olmağa, daha çox azad olmağa, bu son 50 ildə başlayıb. Amma o günə qədər, məsələn, ilk 100 il Afro-Amerikalıların əsarətdən qurtarılmağı olub, yəni quldarlıq olub da, əvvəl qaradərililərə qarşı burada ayrı-seçkilik olub, bu tip şeylər çox olub problemlər. Yəni müstəqil bir dövlətin formalaşmasına 100 illərlə vaxt gedir. Yəni Amerika bu gün hələ belə Amerika olmayıb. Çox şey qurban verib, çox şey itirib, çox qanlar töküb, çox şəhidlər verib ki, bu gün Amerika olub və inkişaf edib.
Ona görə də bir başqa ölkə ilə müqayisə edəndə Amerikanı, bunu nəzərə alın ki, məsəl üçün Azərbaycan 38-39 illik müstəqilliyi var, amma bu gün Azərbaycanı gəlib Amerika ilə müqayisə eləmək istəyirlər. Bu məntiqsiz bir şeydir. 100 ildən sonra bəlkə, çünki texnoloji inkişafa görə 100 il deyirəm, 100 ildən sonra bəlkə müstəqilliyinə görə müqayisə eləmək olar. Çünki texnologiya inkişaf eləyib və Azərbaycan Amerikanın 250 ilə gəldiyi yolu bəlkə 150 ilə gələr, bəlkə 100 ilə gələr, bəlkə də 70 ilə gələr, bilmirəm. Amma insanlar, yenə deyirəm, bunu əldə eləmək üçün çoxlu qan töküblər, çoxlu tər töküblər və ona görə bu gün müstəqil və azaddılar. Yəni ona görə bu gün hüquq işləyir, qanun işləyir. Yəni bütün bu qanlarla, canlarla qurban verməklə bunu əldə ediblər. Yəni oturub bunun haqqında danışmaqla yox, bunun yolunda qurban verməklə azadlığı əldə ediblər. Yəni bu formada əldə olunur. Yoxsa düşünəndə ki, kimisə dəyiş, icra hakimiyyətini dəyiş, nə bilim, naziri dəyiş, prezidenti dəyiş, bununla azadlıq olmur. Azadlıq insanların mübarizəsi ilə baş verir və usanmadan mübarizəsi ilə, dayanmadan bunun yolunda can qurban verməklə, şəhidliklə, ağır əməklə, fiziki güclə, yəni bu tip insanlar azadlığı əldə ediblər. Bu gün necəsə üst-üstə gəldi. Həm burada arxamda çox önəmli adamlar danışır. Həqiqətən ordunun quruculuğunda böyük önəmi olan adamlar var, generallar var, veteranlar var, çox böyük şəxsiyyətlər arxamda danışır. Amma bu rahatlığın mənə verdiyi bu situasiya ki, mən rahat onların qabağında qalıb bunu çəkə bilirəm. Mən inanmıram ki, mən bunu başqa bir ölkədə eləyə bilərəm. Çünki bu çox maraqlı bir histir. Düşünəndə ki, sənin arxanda bu qədər önəmli adamlar danışırlar. Yəni, həqiqətən çox önəmli adamlar danışır. Mən də burada qalmışam, danışıram. Bilmirəm. Buna görə mən buranı sevirəm. İndi hələlik bununla bağlı sizə bəzi kadrlar da göstərəcəm, amma bugünkü günün əsas məqsədi Flag Day-dir, Amerikanın bayrağının günüdür. Bu gün həmin bu arxamda gördüyünüz mərkəzdə Amerikanın bayrağı təsdiq olunub, hansı rənglərdə olması təsdiq olunub və hansı formada olması təsdiq olunub və müstəqillik imzalanıb. Müstəqillik aktı bu arxamda gördüyünüz mərkəzdə imzalanıb. Odur ki, bayramınız mübarək olsun. Məni izləyən, Amerikadan izləyən Azərbaycanlılar, əgər Amerikanlılar izləyirsə ki, onlar inanıram ki, başa düşmürlər, izləyirlərsə, onlara da deyirəm, bayramınız mübarək. Bu mənim üçün gözəl bir gündür. Bu gün insanlar hamısı gülür, hamısının üzündə gülüş var və gözəl əhval-ruhiyyələri var. İnsanlar həmişə bir yerə yığışanda belə üzlərində gözəl gülüş, əhval-ruhiyyə olur. Əsasən bu bayram, 6 bazar günləri əsasən burada bayramlar olur deyə ona görə. Beləsinə, hələlik buranı bununla qutarıram, keçundan çıxdırıram. Sizə başqa şeylər də göstərəcəyəm. Burada bu qədər. Adamlar burada görürsünüz, girirlər hərbi maşınlara və orada şəkillər çəkdirirlər və onun haqqında soruşurlar. Burada bir nümunəvi hərbi maşın qoyulub və burada insanlar gəlir, beləsinə girir içinə, yoxlayır, maraqlı şəkillər çəkirlər. Hərbi texnika gətiriblər, burada hərbiçilər var və eləcə də burada polis nümayəndələri var. Yəni xüsusi polislərdir, fərqli, yəni bildiyimiz sıravi polislərdir, fərqli polislərdir. Və nəyi göstərmək istəyirəm? Baxın, burada önəmli adamlar danışır. Burada insanlar oturub. Bu nə gözəldir. Bu necə sadəlikdir. Həmin hərbi texnikaların içində uşaqlar girir, şəkillər çəkdirirlər, baxırlar necədir. Hərbiçilər əllərində telefonlar.
swear that I will support and defend the Constitution of the United States. Bu and içmə mərasimidir. Burada təzə əsgərlər and içirlər. That I will bear true faith and allegiance to the same. And that I will obey the orders of the President of the United States. And the orders of the officers appointed over me. According to regulations and the Uniform Code of Military Justice. So help me God. Congratulations. Ha, ya da bunların buraxılışıdır. Hə. Hərbi akademiyadan buraxılışıdır, çox güman ki. Əziz dostlar, sonda demək istəyirəm ki, müstəqillik çox dəyərli bir şeydir. Çalışın, onu qoruyasınız. Çünki Azərbaycanın müstəqilliyi əldə olunmaq üçün 18-ci ildə Məmməd Əmin Rəsulzadənin 28 mayda onun cəhdləri ilə qurulan ilk demokratik Azərbaycan Respublikası, baxmayaraq ki, bir müddət sonra, 2 ilə yaxın müddət sonra Sovet tərəfindən işğal oldu və Cumhuriyyət sona yetdi. Yenidən gördüyünüz kimi 91-ci ildən Azərbaycan öz Cumhuriyyətinə, öz azadlığına qovuşdu. Odur ki, mənim əziz izləyicilərim, sizə sonda demək istəyirəm ki, Amerikanın timsalında görürsünüz ki, azadlıq necə çətin əldə olunan bir şeydir və müstəqillik necə çətin əldə olunan bir şeydir. Nəzərə alsaq ki, 25-30 min insan itkisi ilə bu boyda müstəqillik əldə ediblər və hər ildə buna görə onlar itkilər veriblər. Amma yenə də buna nail olublar, çünki birləşiblər, bir yerdə vuruşublar və İngiltərənin əsarətindən qurtarıblar nəhayət ki. Sizə demək istədiyim odur ki, çalışın, öz müstəqilliyinizi, öz azadlığınızı əlinizdən verməyin və buna heç bir məmur səbəb olmasın ki, siz müstəqilliyiniz və yaxud azadlığınız əlinizdən getsin. Heç bir rüşvətxor məmur, heç bir məmur buna mane ola bilməz. İkinci Qarabağ müharibəsində gördünüz, Azərbaycan xalqı necə güclü xalqdır və necə birləşəndə işləməyən texnikanı belə işlədir, oynamayan dağları belə oynadır. Odur ki, sizə birlik arzu edirəm və müstəqil Azərbaycanda azad yaşamaq arzu edirəm. Narahat olmayın, bir gün gələcək Azərbaycan bəlkə Amerikadan da daha da azad olacaq, daha da müstəqil olacaq, daha da gözəl olacaq. Bunlar hamısı olacaq, amma zamanla bunlara hamısına uzun bir müddət lazımdır, uzun bir yol lazımdır buna nail olmaq üçün. Məmməd Əmin Rəsulzadənin biz üçün qoyduğu irsi unutmayın, yaddan çıxartmayın və o azad dövləti həmişə qoruyun. Deməli dostlar, sizə qısaca Filadelfiyanın əsas küçələrini göstərəcəyəm. Yəni əsas şəhərin giriş küçələrini sizə göstərəcəyəm. Nəzərinizə çatdırım ki, burada Filadelfiyanın küçələri eyni ilə Bakıdakı kimi, yəni tıxaclı, propkalı, belə basırıq, belə oxşuyur ona. Bakıda yaxşı maşın sürməyi bacaran adam Amerikanın istənilən küçəsində rahat maşın sürə biləcək. Çünki bildiyiniz tıxaclar bizdəki kimi ona bənzərdir sürücülərdə. Bura North Broad Street'dir, Filadelfiyanın mərkəzi küçəsi. Qabaqda gördüyünüz bina City Hall adlanır. Bura şəhər meriyası və əsas mərkəzi binadır. Bakıda necə icra hakimiyyəti var mərkəzdə. Bakı şəhər icra hakimiyyəti. Bu da belə bir şeydir. Filadelfiyanın şəhər icra hakimiyyətidir, belə deyək. City Hall adlanır.
mərkəzi binanın üstündə görürsüz. FIFA'nın posteri asılıb 2026. Yaşıldır, polislər keçir deyə gözlədik. Səbirli olduq, polisləri buraxdıq. Gördüyünüz kimi şəhərdə FIFA 2026-nın posterləri asılıb hər yerdə. Buna səbəb də Filadelfiyada bir neçə dünya çempionatının bir neçə oyununun Filadelfiyada keçirilməyidir. Deməli, Amerikada belə bir şey var. Filadelfiya ərazisində harda ki crime yüksəkdir, yəni ki təhlükəli ərazilər olan yerlərdə, yəni ki burada bilirsiniz ki Filadelfiyada gündə ən azı bir adamı güllələyirlər. Bu kimin günahından baş verir onu bilmirəm. Səbəbkar kimdir onu bilmirəm, amma hər gün bir nəfəri necəsə burada güllələyirlər. Ya az yaşlılar, yəni 18 yaşına çatmamış kimsə olur, ya 18 yaşından yuxarı kimsə olur. Axır ki, hər gün xəbərlərdə, Filadelfiya xəbərlərində oxuyuram, görürəm ki, hər gün bir nəfəri güllələyiblər, ya polisi güllələyiblər, ya kimisə güllələyiblər. Bu da onunla əlaqəlidir ki, Amerikada silah satışı, yəni müəyyən qaydalarla tənzimlənir, amma açıq satışı var, silah satışı və yəqin ki, çox böyük ehtimal ki, bunun qara bazarı da var və bir şey həmişə açıq satılanda onun qara bazarı da olur. Ona görə düşünürəm, bəlkə də səbəb budur, bu hadisələrin baş verməsində, amma bu mənim düşüncələrimdir, bilmirəm bu həqiqətdir yoxsa yox. Yenə də belə hadisələr baş verir və buna görə Filadelfiya ərazisində polis maşınlarının qapıları 2 qat qorumalı olur. Yəni ki, üstündə branirovka olur da, bron olur. Polisin sürücü tərəfi və sürücünün yanındakı adam oturan tərəf qapısı, yəni polis maşınının ön 2 qapısı bron olur, branirovka olur. Onları sizə göstərəcəyəm. Bəzi Filadelfiya ərazisində təhlükəli yerlərin, polislərinin, maşınlarının ön şüşələri və ön qapıları branirovka olur. Deməli dostlar, indi istiqamət üzr istəyirəm. Çünki bayaqdan danışıram çöldə insanlarla, səsim batıb, qışqırdım orada. Gördüyünüz kimi həmin mərkəzdə ki yığılmışdı, köhnə veteranlar idi və ordu komutanlığından var idi orada, şəhər rəhbəri ilə var idi və prezident administrasiyasının adamları var idi orada, çıxış edirdilər və orada bir lozunqlar var idi, videoda görürsünüz. O lozunqlarda ki qışqırırdıq, ona görə səsim biraz batdı. Filadelfiyada ikinci bir hadisə bugün baş verir. Bugün dünya çempionatının Kolumbiya ilə kimsə futbolu var burada, bilmirəm. Kolumbiya ilə Braziliya da yox, yəqin ki. Braziliya Haiti ilə oynayırdı. Hə. Kolumbiya kimlənsə oynayır. İstəyirdim futbola gedim, amma biletlər çox bahadır. Yəni mən o dərəcə futbol həvəskarı deyirəm ki, mən 2000-ə də olsa, 1000-ə də olsa mən gedim pulu verim, bilet alım və gedim futbola baxım. Mən o qədər futbol fanı deyirəm. Amma maraqlı olardı, istəyərdim gedim baxım. Sadəcə çox bahadır. Mənə görə absurd rəqəmlərdir. $1000 ən ucuz tapacağım biletə $1000 ver və yaxud $800 ver. Bu mənə görə məntiqsizdir. Kiminsə xoşuna gəlir, ona görə 10 minlərlə pul xərcləyir gəlir, onların öz işidir. Mənə görə məntiqsizdir. Mən elə o pulu oturub başqa bir şeylərə daha faydalı xərcləyə bilərəm. Futbolda canlı izləyə bilirəm. Və düşünürəm ki, başqa insanlar bunu sevdiyindən eləyir. Mən bunu sevmirəm deyə bəlkə ona görə eləyə bilmirəm.
Nəysə, Əlqəraz sizə bu gün onu göstərmək istəyirəm ki, həm də burada futbol gedən stadionu çəkib göstərəcəyəm. Hansı stadionda? Həmin stadion Philadelphia'nın futbol komandası var. Deməli Eagles. Amerika futbolu komandası Eagles stadı. E-A-G-L-S yazılır Eagles. Və onların öz stadionları var burada. Həmin onların stadionunda oyun gedəcək. Ekvadorla harası oynayır, harası. Belə yazarsınız görməli kim bunu izləyib, kim bunun həvəskarıdır, futbolun həvəskarıdır. Bunu rəylərdə yazarsınız. Və hələ ki oyunlar davam eləyir. Buradan maraqlı kim nəysə istəsə deyə bilər və onun haqqında mən çəkə bilərəm. Beləsinə gedək stadionu çəkək. Siz də görün ki, Philadelphia'nın əslində çox möhtəşəm bir stadionu var. Burada təkcə Eagles'ın stadionu yoxdur. Sixers'ın stadionu var, Phillies'in stadionu var, beyzbol komandası var. Philadelphia'nın bu arada deyim, Phillies yazılır. Phillies yazılır, Phillies deyirlər ona. Məşhur o köynəkləri, o yazıları, lozunqları mən uşaq vaxtı görəndə oydu. Mənə onlar çox şey gəlirdi ki, nədir də görəsən, bu necə böyük bir şeydir. Burada onların içindəsən və sənə adi gəlir. Düşünsən ki, ayda cəmaat, məsəl üçün Chicago Bulls var və yaxud Phillies var və yaxud Eagles var, cürbəcür oyun komandaları var da. Bunların xüsusi emblemləri o vaxtı kurtkalarda, köynəklərdə olardı. Adama çox maraqlı gələrdi. İndi onların içindəyəm və onları hər gün görürəm. Və bir şey, insanlar belə bir söz var, deyir, arzularına diqqət elə. Çünki arzularının həyata keçmək kimi bir xüsusiyyəti var. Və bu da mənim arzularım olub deyə. Və onlar mənim üçün indi həyata keçmiş sayılır. Ona görə siz də yaxşı şeylər arzulayın, onları həyata keçmək üçün çalışın. Yəqin ki, onlar sizdə də alınar. Bu qədər hava bu günləri çox belə deyim, boğanaqdır, istidir və belə bürküdür, buludludur. Amma səhər yaxşı açılmışdı, günlü idi. Gün idi, hava qəşəng idi. Səsim batıb, dəhşət qışqırmaqdan. Gedim oranı da sizə çəkim, görün necə yer. Artıq stadiona yaxınlaşırıq. Hələ çatmamışıq stadiona, amma yaxınlaşırıq və tıxaclar başlayır. Yavaş-yavaş tıxaclar başlayır. Stadionun yaxınlığına gəlirəm. Görürsüz, yol boyu insanlar geyiniblər, bayraqlarının rənglərində geyiniblər və yol boyu formalar satılır. İnsanlar stadiona doğru axışır. Belə yolu bağlayıblar. Stadiona gedən yolu bağlayıblar və buradan indi keçirəm üzü stadiona tərəf. Sizə göstərim, bu Xfinity Mobil Arena'dır. Burada adətən oyunlar keçirilir. Fərqli oyunlar, amma faktiki futbol yarışı, bugünkü çempionat oyunu keçirilir. Həmin bu gördüyünüz stadionda. Eagles'ın stadionu. Gedirəm yaxınına. Bütün yolları bağlayıblar, profka basa-bas. Bura həmin gördüyünüz Phillies'in stadionudur burada. Ora Phillies'in stadionudur, beyzbol komandasının. Orada nişanı da var Phillies'in. O Sixers'in nişanıdır. Ağzıma gələni danışıram. Futbol burada keçirilir. Bugünkü oyun
Qulushitelinə baxın. Polisin belə ixtiyarı var. Maraqlı. Bunlar maraqlı barikadalardır. Sürüb gətirirlər, belə yerə diriyir bir tərəf. Buradan da maşın gələ bilmir artıq. Yəni daşına bilən barikadadır, gözəldir. Gedək o biri piyada keçidindən keçək. Vallahi məni güclə də məcbur eləsəydilər, mən bura gəlməzdim bu istidə. Yəni nə qədər bura gələrdim. Daha doğrusu gələrdim. Bura bir halda gələrdim ki, həmin bu stadionda Xəzər Lənkəran oynayaydı. Onda yəqin ki gələrdim, bəli. Ancaq məni bu stadiona $1000 verməyə məcbur ancaq Xəzər Lənkəran edə bilərdi ya Azərbaycan hansısa bir komandası. Yəqin ki bunları da məcbur eləyən, bu boyda insanı məcbur eləyən belə şeylərdir öz ölkələrinə görə. Düşünəm axı, mən istəməzdim belə pul verim, amma yol açır bizə müəllim. Sağ olsun. Belə. Kardeş bilet aktarır. Burada yəqin ki nədir bunlar? Bilet satırlar. Bunlar bilet satırlar. Bunlar bilet alıblar əvvəlcədən. İndi satırlar. Ay sizi tülkülər. Ay sizi tülkülər. Millətə bax. Polis maşınına bax. Bax dediyim kimi sizə görürsünüz. Qapıları, sarı şişələri qalındı. İnsanlara bax, hay Allah, nə qədər adam var. Buna deyirlər futbola sevgi. Mən bunların hamısı $1000 kimi görürəm. Nə qədər pul var burada. Çox gözəl xanımlar da var burada. Lap adamın futbola sevgisi artır. Özdə Latin Amerika komandalarıdır yaxı ona görə. Deyəsən bayaqki fikrimlə tərs mütənasib düşəcəyəm. 2 bilet mənə lazımdır. Görürəm ki bura bilet lazımdır. Baxın hələ bir insanların bu sevgisi ki var öz komandalarına, öz vətənlərinə və gəliblər hamısı belə dəstəkləməyə. Stadion. Oyun burada olacaq. Ne güzel renleri var. Adamın lap gözlerini okşuyor.
¡Fuerte, fuerte! ¡Grítalo, grítalo! ¡Más fuerte! ¡Vamos! Nə qədər sevinclidir, nə qədər gözəldir. İnsanlar bir yerdə gülürlər, qışqırırlar, əylənirlər. Çox xoşuma gəlir. İçəridə vapşe dəhşətdir. Oranı görmək lazımdır. Orada lap möhtəşəm bir aura var, bir möhtəşəm sevinç, əyləncə var orada. Atlarım düşürəm. Mən içəri girmirəm. Çünki girib çıxmaq uzun dərədir. Elə buradan hasardan sizə göstərəcəyəm oranı. Gəl! Belə dostlar, bugün sizə buraxılışı burada yekunlaşdırıram. Əslində bugünkü gün çox gözəldir. Bunu özüm gəzib əylənmək istəyirəm. Tər su içindəyəm. Futbolun köynəyini də almışam, şortikini də almışam, amma geyinməmişəm. Çünki birinci mərkəzdəki həmin Azadlıq meydanında çəkilişlər eləyəcəkdim deyə. Ona görə indi buradan ayrılıb gedirəm, maşında dəyişirəm şortik köynəyimi, gəlib qatılıram bunlara, güya mən də Ekvadordanam və yaxud hardanamsa sizlə sağollaşıram. Ümid edirəm ki, maraqlı oldu bu buraxılışımız. Çünki məncə maraqlıdır, maraqlı gün keçirdəcəkdim. Dedim sizlə bu hissəsini paylaşım. Bilmirəm, nəyi necə danışdım, nəyi necə dedim. Ola bilər ağzıma gələni danışdım, ola bilər kolxozun nə gəldi danışdım, amma sadəcə istədim siz bu vibe'ı tutasınız burada. Bugün insanlar toplaşıblar, necə əylənirlər və necə bir yerdədirlər, nə qədər insan gəlir ayollar ora. Setkanın böyrünə görün, nə qədər adamlar gəlir oradan belənsinə. Çox maraqlıdır, mənim üçün çox maraqlıdır. Yəni futbol həyəcanı yaşayan adamlar üçün çox həyəcanlı, maraqlıdır. Həyəcanlıdır. Mən futbol həyəcanının ancaq şeydə başa düşürəm. Belə deyim də, iqrada, PlayStation oynayanda onda belə də yaxşı oynaya bilmirəm. Arada öz qapıma da top vururam, amma burada insanlar ki toplanıb və istiqanlı insanlardır. Məsələ odur. Latin Amerikalılar çox istiqanlıdırlar. Bizim millətlər kimidirlər. Sevimlidirlər, bilmirəm niyə, amma çox istiqanlıdırlar. Mənim xoşum gəlir onlardan. Yəni düşünərsiniz ki, indi qızlarına görə deyirəm. Yox, insanlar özləri sevimli insanlardır. Bilmirəm, hamısı mən kimi balaca fotadır ona görə. Bilmirəm. Sizə demək istəyirəm ki, vaxtınızı gözəl dəyərləndirin və sevdiklərinizlə dəyərləndirin. Həyata bir dəfə gəlmisiniz. Bunu dərd çəkməklə, problemi düşünməklə keçirməyin. Onsuz da düşünməklə məsələ həll olmur. Dərd çəkməklə məsələ həll olmur. Əylənin, hər gününüzdən zövq alın. Bir tikə yeməyiniz olsun, bir yaşamağa yeriniz olsun. Düşünməyin, görəsən sabah nə olacaq, biri gün nə olacaq. Çünki heç bir halda sizdən işdən bugün, sizdən işdə sabahın işini tələb eləmirlər, biri gün işini tələb eləmirlər. Həminki gün yerinə ötürüləsi işini tələb edirlər. Sən də həminki gün yaşamalı olduğu yaşa çalış. Çalış, ömrün boşa getməsin, bir yerdən sonra düşünməyəsən ki, həyat elə buydu, maraqsız keçdi. Çalışın, həyatınızı maraqlı yaşayın və zövq ala-ala sevdiyiniz insanlarla yaşayın, sevdiyiniz insanlarla danışın, gülün və düşünməyin ki, o zəng eləmədi, mən niyə zəng eləyim. Bir-birinizi axtarın, bir-birinizlə ünsiyyətdə olun həmişə, sevdiyiniz insanların ətrafınızda olsun, həmişə sevdiyiniz insanlar ətrafınızda olsun həmişə. Öpürəm sizi, buradan sağ ol deyirəm Filadelfiyadan.
Hələlik növbəti buraxılışda görüşərik. Hər cür adam var burada Allah, çox maraqlıdır. Görüşərik. Sonda göstərmək istəyirəm sizə tualet növbəsin. Baxın, insanlar durublar sırayla. Nəyi gözləyirlər? Hamısı ayaq yolun növbəsini gözləyirlər. O belənçinə. Hamısı növbə gözləyir. Bu formada.